2 sot yarımın içində paket kupçalı 4 otaqlı evimiz satışdadır. Deməli, evin torpağın da, evin də xüsusi mülkiyyət çıxarışı var. Bax, xudmani, münasib qiymətə bağ ev axtaran müştərilərimiz üçün səslənirəm buradan. Gəlin, götürün, gözəl buranı bağ eləyin Allahın izni ilə. Dəyərli izləyicilər, bura indi 5 sotdur, amma bölgüsüz adı hamısı hazırdır. 2 sot yarım, deməli, içində 4 otaqlı ev. Həmin o deməli, bölgüdə Allah xoşu bu əncir ağacı var ha. Əncir ağacının düz tinindən olacaq səhər salamat. Bu həyətdə qalırsınız, Allah qoysa, müxtəlif növ meyvə ağacları burada, səliqəli formada. Gəl qardaşım. Yerləşmə yeri Hövsan, abidənin arxası, çox rahat yerdə yerləşir. Aşağıda da köməkçi otaqları var. Qara hissəsi, indi hissəsi də oraya istifadə edə bilərsiniz. Ev özü də moşin evdir. Evimiz də maşallah olsun, moşin tikilidir. Hasar bir də bura, bu əncir ağacının yanından olacaq. Allah qoysa 2 sot yarım. Giriş də düz bu bir əncir ağacının yanında. Kommunallar zaten hamısı qaydasındadır. Bir də buradan da həyətini göstərək. Aşağıda köməkçi otaqlar mövcuddur. İndi biraz səliqəsizlik izləyək, lap dərinliyə getmirəm. Və burada da qəşəng səliqəli formada ağaclar əkilib. Gözəl formada. Bir də buradan da evin üz görünüşünü göstər qardaşım. Evimiz bir də abruğuram. Şəxsi tikilidir, köhnə tikilidir. Düzdür, restorasiyaya ehtiyacı var. Müəyyən qədər pul qoymaq lazımdır evə. Sağ tərəfdən də gördüyümüz kimi qonşunun hasarı ilə müəyyən qədər aralı və həyətin ön hissəsi. Gəl qardaşım, evi təqdim edək. Daxil olduğumuz zaman burada qəşəng balkonumuz yerləşir. Həyəti çox xoşuma gəldi, hə Rəşad? Qəşəng. Deməli, işıqlardan yanırlar. Daxil olduğumuz zaman bir zal hissəsi, solda bir otağımız yerləşir. Daha sonra daha bir otağımız. Aşağıda da bir otaq mövcuddur. Və burada da daha bir otağımız yerləşir. İşığı biraz üzr istəyirəm, söndürüm. Get. Dəyərli izləyicilər, evimizin qiyməti bütövlükdə 65.000 manata. Çox qəşəng qiymətdir. Burada elə torpağın qiyməti Rəşad qardaşım 20.000 manatdır. Bu elə 2 sot yarımı ən ölü yeri 40.000 manat pul edir. Ev düşür 25.000. Düzdür qardaş, indi o yarım sota hesablanmıram. Yəni Allah da satana da xeyir versin. Çox qəşəng təklifdir. Evin də, torpağın da xüsusi mülkiyyət çıxarışı var. Kommunallar da hamısı qaydasında.